Hörmətli yoldaşlar, bizdə bir qaynana, iki kürəkənində şikayətçidir. Biri Rəsul bəydir, biri Faiq bəy. Rəsul bəylə Faiq bəy zəhmət olsa şahın huzuruna qoysunlar. Faiq bəy təmin edin. Bunların nədən şahına qonlu paraları? Siz gündən deyiləm, sizdən qayda. Sen de söylüyorsun. Buyurun, Faiq. İkisini atsınlar onların. Allah xəstələrimizə şəfa versin. Beypudok bayramından danışmaq istəyirdim. O kişi həmişə bizim xeyrimizdə, şərimizdə Ağsaqqal oldu, başda oldu. Şimdi mən istəyirəm hamımız ona dua edək. Allah ona şəfa versin. İnşallah gələn müqədə bizdən bir yerdə olsun. Müşafirədə belə bir şey görmüşdük ki, həmişə belə bir şey olanda kənd cəmaatı yığışardı, ona kömək edərdi. Şimdi mən gördüm ki, elə bir şey olmadı. Kənd cəmaatından yığışarlar, nəsə bir köməklik eləyək. O da bizim qardaşımızdır. Şimdi düşüb da, həyatdır. Onun həyatının başına gəlir. Allah onun şəfasını versin. Hər an ağzında bir dua var. El duası yaxşı olar. Hamımız dua eləyək bayramda inşallah sağalsın, gəlsin. Hamımızın bayramı təbrik edir. Nə deyirsən? Sevil xanım, gəl bura xala qızı. Sevil xanım. Ay Sevil çələb, gəl bura görək xala qızı. Gəl sən də bir xeyir var. Sonra bu kürəkənlər evdə qızlarla rahat qalmasın. Xeyir olsun. Buraya yığılan cəmaatın hamısını təbrik edirəm. Novruz bayramı mübarək olsun. Allah hamıya xeyirli gün, xeyirli sıhhat nəsib qismət eləsin inşallah.
hardadır gene? Mən axı demişəm ki, axıra qədər özünü idarə edə bilməyən, ha buyurun. Bizdə bayaq dedim ki, yuxarı yerdə işləyənlərimiz çoxdur, say da çox olsun. Amma valla ehtiyatda olan polkovnikimiz var. Gəlib orada elə gizlənib ki, heç onunla çivrəsi tanıyır, nə şah tanıyır, nə vəzir tanıyır, vəkil tanıyır, nə bilim xəzinələr tanıyır. Yaşar var orada, Abbasov Yaşar var orada, qardaşı ilə gəlib, ailəsi ilə gəlib. Allah canlarını sağ eləsin, amma şaha gəlib başa emirlər. Şah qəzəblənib, vəzir də bir təhər yalvar yapış edir, görəyim gəlsinlər. Onlar gəlsin görək. Yaşar Mahir qardaşlarım. Öyle bir gizlenirsiniz arada. Mesela ayrı şöyle komşuyuz, kibriyiz, kaçmak olur ha orada. Öyle şey olur. Buyurun, hoş geldiniz. Her vaxtınız xeyir olsun, əziz həmvətənlər, əziz Novruz şənliyi sevənlər. Hoş gördük sizləri. Ben çatdan çıxanlar birinci dəfədir. Allah bu şənliyi təşkil edənlərə, əmək keçənlərə Allah can sağlığı versin, minnətdarım onlara. Sağ olun. Gəlişin birinci yox elə davamlı olsun həmişə inşallah. İndi o uşaqları da, balaları da çağırın bura, istədiyiniz bir havanı oynaya bilərsiniz. Ben belə qonşu deyirsiniz, biz qonşuyuz, burası yox, ikiyə də qonşuyuz. Hansı havanı desəniz, oynaya bilərsiniz.
Hey,
söz deyim, burada indi gəlib çatır o söz. Elə Yaşar Gillə bağlı. Allah ruhunu şad eləsin. Vəli əmmin qızı da təbrik edir, Nuridə xanım. Bayramımızı təbrik edir. Sağ olsun, var olsun, Allah canını sağ eləsin. İndi bizim bir xonçamız var, bayaqdan gəlib gözləyir, sağ olsunlar elə. Gözlədilər o oyun qutarmağı. Habil var burada, nə bilim, Rahib var. Şəhral uşaqları var, gəlsin bura müvəkkil uşaqları. O xonçanı da gəlsinlər, bəlkə onlar əhv edək. Gəlsinlər. Konçanızda sol çakada şişarladı. Salam, salam, salam. Sənin də bayramını təbrik edirik. Bəli, onu çıxar. Allah canını sağ eləsin, gününü xoş eləsin, bayramı mübarək eləsin. O kişinin də ruhunu şad eləsin. Sağ ol, var ol, yaddan çıxartmırsan, Allah köməyin olsun. Allah qoysa balaların toyunda iştirak eləyək inşallah. Sağ ol, sağ ol, sağ ol. Hə, Rafik gəldi. Sonra çağıran yox, sən niyə özünü belə geçdirirsən? Mən qoşundan dala qalmadım. Sən halal sana. Sən elə qarış cəmaatla oynayın. Qarış cəmaata oyna. Bizim bu polislərin işləyə bilmirlər. İndi istəyəmirsən Daha bilirsən. önce işləyə bilmirlər. Birinci olarak bana. Niyə? İşləyə bilmirlər. Məsələn? 3 saatdır burada buranın başlayıb bakan yok. Oğlum mən deməsəm sana iş baxmayacaq. Canım bak, mən də sana bir gezdiyə görə deyirəm, yoxsa bilmərəm ha. Hə, indi havanız nədir?